gün sizə intersect funksiyası haqqında məlumat vermək istəyirəm. Intersect funksiyası öncəliklə bilməyimiz lazımdır ki, intersect funksiyası bir tablo funksiyasıdır. Arqument olaraq iki tablo tələb edir. Sütun sayılarının eyni olması mütləqdir. Əks halda xəta verəcək. İki tablonun kəsişməsini qaytarır. Birinci tablonun o sətirlərini qaytarır ki, həmin sətirlər ikinci tabloda da olsun. Dublikat dəyərlər toxunulmaz qalır. Yəni, intersect vasitəsilə əldə olunan qaytarılan tabloda dublikat dəyərlərə rast gələ bilərsiniz. Hər zaman birinci tablonun liniyasını saxlayır. Bu yazılanlar haqqında nümunələrlə daha geniş izah veriləcək. Amma öncəliklə bizim modellə tanış olaq. İki tablodan ibarətdir. Məhsul və satış tablosundan. Bu tablolar arasında one-to-many əlaqə qurulub, əlaqə məhsul sütunu üzərindən qurulmuşdur. Gəlin birinci nümunəyə nəzər yetirək. Deməli, iki tablomuz var. Kateqoriyalar tablosu və yeni kateqoriya tablosu. Mən bundan sonra nümunələrdə bu tabloları sol və sağ tablo olaraq adlandıracağım, asan olsun deyə. Kateqoriyalar tablosu məhsul tablosundan, yəni məhsul cədvəli tablosundan value stacks funksiyası ilə əldə olunur. Yeni kateqoriya tablosu isə gördüyünüz kimi manual olaraq yaradılmış tablodur. DAX-da bu tablolar statik tablolar deyilir. Və iki tablonun kəsişməsi aşağıdakı kimi nəticə verir. İkinci misala baxaq. Yenə eyni qaydada kateqoriyalar və yeni kateqoriya tabloları var əlimizdə və intersect vasitəsilə onların kəsişməsi aşağıdakı kimi nəticə döndürür. Fərq orasındadır ki, burada məsəl üçün telefon qabları təkrarlanır. Niyə təkrarlanır? Onu sizə izah edeyim. Birinci misalda biz values DAX funksiyasından istifadə etdik. Values funksiyası hər hansı bir sütunda unik dəyərləri alır, yəni dublikatsız dəyərləri götürür. Amma select columns belə deyim, dublikat dəyərlərin aradan qaldırılması ilə bağlı heç bir işlem görmədiyi üçün bu nümunədə məsəl üçün telefon qabları təkrarlanır. Çünki select columns heç bir dublikat dəyərləri aradan qaldırmadı. İndi mən yaxşı qeydlərə dönürəm. Burada qeyd etmişdim. Hər zaman birinci tablonun liniyasını saxlayır. Bu nə deməkdir? Mən əslində data liniyası haqqında geniş məlumat vermək istəmirəm. Burada qısa bir məlumat verim. Bizim onsuz da rəsmi saytımızda data liniyası haqqında ətraflı, yəni sizin başa düşəcəyiniz şəkildə bir məqaləmiz var. Kim istəsə buyurub oxuya bilər. Hər zaman birinci tablonun liniyasını saxlayır. Bu o deməkdir ki, yəni intersectin döndərdiyi tablo onun birinci, yəni sol tablosunun liniyası nədirsə, həmin liniyası daşıyır. Yəni data liniyası daşımaq, o tablonun data liniyasını özündə daşımaq o deməkdir ki, yəni o birinci tablonun göstərdiyi bütün davranışları intersectin döndərdiyi tablo eynisi ilə göstərir. Yəni modeldə hansı tablonun əlaqəsi var, hansı tablolar bu tablonu filtrləyə bilər və yaxud bu tablo hansı tabloya belə deyim, filtr axışında iştirak edir. Hamısı intersectin döndərdiyi tabloda özünü biruzə verir. Yəni, bizim modeldə gördüyünüz kimi məhsul cədvəli satış tablosunu filtrləyir. Zaten iki tablo var, arasında bir əlaqə var. Yəni, sadə bir modeldir. Qaydaq bayaqki nümunəyə. Deməli, kateqoriya tablosu öncə gördüyünüz kimi select column vasitəsilə yeni kateqoriya tablosu statik bir tablodur. İndi intersect vasitəsilə yaranan tabloya, hansı ki bu tabloların kəsişməsinə, mən bir add columns vasitəsilə yeni sütun əlavə edirəm və istəyirəm ki, həmin sütunda mənim üçün satış miqdarlarını hesablayıb gətirsin. Döndərilən nəticədə görürsünüz ki, hər bir sətir üçün doğru nəticələr döndərilir. Niyə? Çünki intersectin döndərdiyi tablo bu kateqoriyalar tablosunun data liniyasını daşıyır. Kateqoriyalar tablosu da zaten məhsul cədvəlindən yarandığına görə məhsul cədvəlinin liniyasını daşıyır. Məhsul cədvəli də satış tablosunu filtrləyə bildiyinə görə döndərilən rəqəmlər də doğrudur. Çünki məhsul cədvəlindəki hər hansı bir dəyər
satış tablosunu filtrləyir və doğru rəqəmləri hesablamağına gətirib çıxarır. Bunun əksini sizə göstərmək üçün mən intersect daxilində olan tabloların yerini dəyişirəm. Qabağa atıram yeni kateqoriyanı, sağ tərəfə də kateqoriyalar tablosunu atıram. Nəticədən də gördüyünüz kimi döndərilən rəqəmlər yanlışdır. Hər bir sətirə eyni rəqəmi döndərir. Mən bunun səbəbini sizə izah edim. Bizim birinci tablo, hansı ki intersect bu tablonun data lineacini daşıyır. Yəni bu intersectin döndərdiyi tablo, bu birinci tablonun data lineacini daşıyacaq. Və bizim birinci tabloya nəzər yetirsək, görəcəyik ki, birinci tablo manual yaradılan bir tablodur. Yəni statik bir tablodur. Statik tabloların data lineaci olmur. Yəni statik tablolar modeldə yer tutmadığına görə, yəni model daxilində olmadığına görə statik tabloların heç bir data lineaci olmur. Data lineaci olmayan tablo təbii ki, satış tablosunu filtrləyə bilməz. Filtrləyə bilmədiyinə görə də miqdar sütunu hər bir sətir üçün eyni rəqəmləri döndərmiş olur.